Selamlar ve saygılar değerli izleyiciler. Hər vaxtınız xeyir olsun. Bir daha bu canlı yayından sizinləri xoş gördük. Bir həftə aramızda olsa çalışa bildik ki, teknik məsələmizi çözməklə sizlərlə bərabər olaq. Bildiyiniz kimi bu günlər İranda və demək olar ki, Orta Doğuda çox önəmli məsələlər və gedişatlar gedir. Onların çox önəmli məsələlərdən biri ki, dünya mediasına da öz dalğasını vurdu. 3 janviyədə İran Devrim Mühafizləri, ya Sipahi Pasdaranın xarici qolunun başı, demək olar ki, Qasım Süleymani adlı birisinin Amerika tərəfindən Ərağın hava limanında o öldürülməsi və bir neçə gün ondan sonra 18-də, ya 18 janviyədə İranda Amerikaya qarşı olaraq Amerikanın Əraqda üslərini, nizami payqahlarını vurmaq üzrə bir saldırıda, ya münşəklər vurmaqla İranın içində Ukraynaya aid olan bir uçağı vurmaqla və sonra təbiətən beynəlmiləli baskılarla, fişarlarla bunu qəbul etməsi və bu günümüzə gəldiyimizdə indi bu zamanda İranın bir çox şəhərlərində etirazlar və aksiyalar buna qarşı gedir. Bugünkü konumuzu, mövzumuzu İran, Amerika və təbiətən və Güney Azərbaycan açısından və Azərbaycan açısından danışacağıq. Bizimlə bərabər Sayın Taymaz Urmulu bəy olacaqlar. Sayın Taymaz Urmulu bəy, sizləri proqramımıza xoş gördük. Çox sağ olun, təşəkkür edirəm bu fürsəti verdiniz ki, sizin bu geniş kapsamda izləyicilərinizlə də bizim burada irtibatımız olar. Bütün dostlarımıza Avropada, Güney Azərbaycanda, Kuzey Azərbaycanda, Türkiyədə və hər yerdə ki, bizə baxırlar, salamlayıram. Ümidim vardı ki, bu sancılı gedişat hər halda bizim də bir payımız olar və bu vərtədən, bu çətin günlərdən səlamət çıxaq və həm xalqımıza və həm vətənimizə uğurlu olsun. Aydındır. Biz də sizi xoş gördük proqramımızda. Demək olar ki, biraz mən özət versəm, İranın Suriyədə çıxan o iç savaşın içində qolu İran Quds Sipahi Pasdaran, ya Sipahi Pasdaran Devrim Mühafizlərinin xarici qolu Qasım Süleymani orada savaşı başlamadan öncə orada olur və bir çox kateqorilərlə, demək, aynı zamanda DAEŞ-in IŞİD Əbu Bəkir Əl-Bağdadi deyəndə bəlkə bir üçüncü şəxs ya İran tərəfindən Qasım Süleymani orada adı gedirdi. Ancaq bunu demək olar, Qasım Süleymani həm devrim mühafizəsində, həm İranın içində, ya genəlliklə İranın xarici siyasətində hansı rolu və etkisi vardı? Bizlərə icazə verin, mən bunu biraz daha tarixi bir müqəddimə ilə ərz edeyim. Nəticə. Bu
geçən 100 illərin boyunca, ən azı geçən 1000 ildə farsların etnik olaraq qüdrətin başında yer almamışlar. Hər zaman bəzi politik işlər və bəzi divani işlərdə məşğul olublar. Ancaq mənim bir yazım da var, Şubiyyə. Oraya da dostlarımıza müraciət edəsələr, baxsalar, 700-800 il təmrin ilə və mümarəsət ilə və bu teori düzəltməyi ilə bunlar məşğul olublar. Nəhayətən Rza Şah dövründə bu məfkurə, paniranism məfkurəsi gəlib işə çatdı. Bundan qabaq bunlar teorik olaraq iki payənin üstündə paniranism bəna olubdur. Bir, bastançı keçmişə baxaraq İrançılıq ki, payəsini Zərdüştluğa qoyub, Pərs imperatorluğu, xüsusən Həxamənişi və Sasani dövrünü örnək alıb. İkinci payəsi də bu şiəçilikdədir. Yəni şiəçilik İslamı alıb, İran məfkurəsinin, Zərtuş məfkurəsinin buna qatıb, dərvaqə yeni bir din kimi bunu çıxardı və Fars ya paniranism məfkurəsinə xidmətdə bunu öz xidmətinə alıb. Ancaq bunlar ən azından keçən 1000 ildə nizami və əskəri qolları olmamışdı. Nəhayət, Rza Şah dövründə ki, bunlar hökuməti aldılar, bu əskəri qanatı da sahab oldular, o qola da sahab oldular. Ancaq İran İslam inqilabından sonra, Sipah-ı Pastaran yaranandan sonra və xüsusən cəngin son illərindən bunlar Sipah-ı Quds deyə bir təşkilat yaratdılar. Bu Sipah-ı Quds əsasən işi buydu ki, İran imperatorluğu, Pərs imperatorluğunu bütün çevrəyə yaysın və bunların indi pərdə altında dedikləri İran fərhəngi, amma əslində o İmparatoriya İran, Həxamənişi imperatorluğunu yenidən həyata keçirmək istədir. Buna Quds adı verdilər ki, bütün müsəlmanları da buna cəzb eləsinlər və dərvaqə bunlar eləyə bilsinlər hilə ilə o biri müsəlmanları da bu təşkilata heç olmasa sempatilərin qazansınlar. Çünki İsrail deyə bir düşmən var və biz istəyirik o işğali torpaqları azad edək deyə bunu düzəltdik. Ancaq bunlar əvvəl gündən onu icad edəmədən qabaqda inqilabın tam sabahısı Ay Müntəzirin oğlu Məhəmməd Müntəzirin vəsiləsi ilə bir təşkilat qurmuşlar. O təşkilat bütün inqilabçılara yardım amacıyla təşkil olunmuşdu. Onu TOSA verdilər və bu Sipah-ı Quds'dur. Hədəfləri də bu idi ki, İranın ayağını Mediterane sularına və ya Ağ dənizə çəksinlər ki, bu Suriyə savaşında eləyə bildilər, oralara kimi getsinlər, İsrailin qonşusu olsunlar və Ağ dənizə də yolları olsun. Bunların hamısı bu amac üstəydi. Ona görə biz görürük ki, bütün bu İran şərh məfkurəsi ki, o səltənət tərəf paniranistlər ki, indi xaricdədirlər və bunların başını Məmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvi çəkir və içəridəki Cavad Təbatəbayinin şahidləri ki, məsələn, dövlətə də çox yaxın rıxnə ediblər, məsələn, eləyə biliblər Məhəmməd Şəhriyarını Urmiyə gətsinlər, Qərbustanın, Azərbaycanın tutanları eləsinlər, Hisamətli ilə aşina, İnqilab və Fərhəngi komisyonuna neçə nəfər üyeləri var, devlət üyeləri var, məsələn, Axundi, qeyri və zalik. Bir çoxlu bunlar həmə tərəfə bu dövlət məfkurəsinə də nüfuz ediblər və indi bunların əlindədir. Bunların biri, məsələn, Həddad Adildir. Və qeyri, yəni indi bu məfkurə tamamən eləyə bilibdir ki, həm paniranisti, səltənətdələr, həm paniranisti ki, indi İran içindədir, bir eləsin. Necə ki, biz gördük, Rza Pəhləvi
heç bir kəlam etmədi Qasım Süleymanının ölümündə və bu günə kimi durdu. Bu Ukrayna təyyarəsini saldılar, bu çıxdı, bir şey dedi, gənə İranın siyasi səhnəsinə qeyd. Nəticədə bunların hamısını İrancılıq, Şubiyyə və Pərs imperatorluğunda biz teorize edəsək bunun cavabını tapa bilər. Qasım Süleymanı da bugünkü sipəhsaları paniranismidir və öldü. Həm diriliğində bunlar istifadə edilər, Pərs imperatorluğunun tosasında və öləndən sonra da bunu bir propaganda amacı ilə eləyə bildilər ki, o Aban etirazlarının da cəbbin qeyd tərsindən öz tərəflərinə ki, bu da gənə bərbad oldu ki, buna gənə işarə elə. Aydındır. Ancaq bu günümüzə gəldiyində aktualdan çox öz geçmiş, yəni xülasə siz dediniz, gözəl açıqlama verdiniz. Bu günümüzə aktual gəldiyimizdə Qasım Süleymanı ölmədən öncə İranın xarici siyasətində özəlliklə bunu deyirəm. Çünki öldükdən sonra Əraq geçmiş başkanı, ya Əraqın geçmiş nüfuz vəziri dedi ki, Qasım Süleymanı Əraqa gəlmişdi ki, Ərəbistana önəmli bir məktub götürəcəkdi. Yəni bunu düşünəndə bir devrim mühafizlərin, bir sipah-paslarının üzvü Əraqla nə ilişkisi ola bilər ki? Bu ancaq İranın xarici siyasətində Qasım Süleymanın bəlkə önəmli nöqtə, önəmli bir yer almasına bir nədən olurdu. Hansı nöqtədəydi Qasım Süleymanı İranın hakimiyyətinin saxtarında? Əsasən özləri də eyləm eləmişlər. Vizarət Umuru Xaricənin heç bir nəqşi, heç bir əli Əraqda, Yəməndə, Suriyədə və Əfqanistanda yox idi və bunların hamısını Qasım Süleymanın yönəldi. Bunu özləri də açıq-aydın demişlər. Biz bunun da bir çox aydın göstəricəsini o zaman ki, Qasım Süleymanı getdi və Bəşar əl-Əsədi təyyarə ilə götürəcəkdi ağanın huzuruna, orada oturdular, danışdılar, televizyonda da görsətdilər və Zərif televizyondan öyrəndi ki, Bəşar Əsəd gəlib oraya və istifa verdi. Biz onu orada gördük. Ancaq Qasım Süleymanın nəqşi təkcə buna münhəsir deyildi. Qasım Süleymanı dərvaqə rəhbərdən sonra ikinci fərd idi. İranın o saxtar qüdrəti, hərəm qüdrəti çox fərqli bir hərəmdir. Normal devlətlər kimi tərif olunmur. Yəni orada biz məsələn Vəli Fəqih Şah kimi nəzərdə alsaq, heyəti dövlət ya rəis cümhuri nüfuz vəziri kimi nəzərdə alsaq, heyət dövlət başında Ruhani ya Cumhurbaşkanı onlar ikinci. Amma əslində belə deyil. Rəhbər demək olar bir 200 nəfəri bir təşkilatın başındadır. O 200 nəfəri təşkilatı üstə gəldikcə seçilir. Əvvəl beyt rəhbəridir. Beyt rəhbərdən sonra Şurayı Nigahbanıdır. Xubreqan rəhbəridir. Qüvvə qəzaiyədir, sipahdır. Ondan sonra normal devlət orqanları başlar. Dərvaqə devlət orqanları sadəcə nəfti alıb, satıb, millətin umuratına baxıb və büdcəni ixtisas verirlər o arxada olan dövlətə ki, onu şəxsən Ayi Xameneyə yönət. Və Qasım Süleymanın nəqşi oradaydı. Bütün o tərhləri, bərnamələrdə cimri bu ki, icra edirdi və binəh və əhsən icra edirdi. Onun o siyasəti yaratmağa, o siyasətin fikri də bu adamdan idi. Və mən fikir edirəm ki, indi məsələn İranın dini rəhbəri o qədər də özünə bir yaxın adam ətrafında görmür. Ona görə biz gördük ki, o qədər də bu narahat idi və o namazı qılanda ağladı. Biz Ayi Xumeyni öləndə də bunu ağlamasını görməmişdik. Şahruda öləndə də görməmişdik. Başqa adamlar öləndə də görməmişdik. Amma bunda gördük. Demək olar ki, Ayi Xameneyi gələcəyindən çox qorxur. Çünki ətrafında o qədər dostu yoxdur. Mən fikir edirəm ki, Qasım Süleymanın yerini doldura bilməyəcəklər. Düzdür, sistem gedəcək qabağa, amma o keyfiyyətdə bir fərd, ona görə bunlar çox buna reaksiya göstərir. Aydındır. Qasım Süleymanı siz İranın hökumət saxtarında gücündə ikinci şəxs deyə
dediniz. Ancaq suallara, yəni bəlkə belə olur ki, Suriya savaşı çoxdan bəridir, yəni 5 ildən çoxdur gedir. Hardaysa təbiətən orada olan güclər, yəni İsrail olsun, Amerika olsun və ya başqa separatist güclərə Qasım Süleymanın ora gedib gəlməsindən bəlkə bir çox itilati mənbələr, xəbərləri vardı. Sualım bu ola bilər. Nədən Amerika ya bölgədə bir para dövlətlər Qasım Süleymanı öldürmə nöqtəsinə gəldilər? Nədən bu təsmimi tutdular? Çünki bildiyimiz kimi, yəni oraya gedən bir çox açıq alan, savaş meydanında və bir çox təbiətən IŞİD başqansı, yəni Əbu Bəkir Əl-Bəğdadi olsun, dövlətlər onun hardaysa yaşadığın yeri bir çox uzun vadəli göz altına alıb və haraya getdiyini, gəlmələrini şahidi idilər. Ola bilər ki, Qasım Süleymanı da aynı göz altında ola bilsin. Amma bu öldürmə qərarı 3 janviyədə nədən çıxdı və bölgədə Amerikanın siyasəti hangi yönə dəyişdi? Mən bunu bu cür fikir edirəm ki, indi 2 ildən bəridir ki, çox ağır sanksiyalar İranın əleyhinə gedir. Və İran çoxlu zəifləyibdir, o qüdrət manovrun əldən verib, çünki cibində parası yoxdur. Tamam bu işləri pul ilə, para ilə aparırdılar qabağa. Və politik olaraq da çox sıxılıbdır, təh qalıbdır və çox zəifləyib. Trump'ın siyasətləri getdikcə İranı sıxışdırmaya və izolə etməyə gedir. İran bütün manovr qabiliyyətdən əldən veribdir. Necə ki, mən özüm neçə dənə müsahibələrdə keçən 2 ildən bəri bunu ərz edirəm. Trump və Qərb ölkələrinin qayi hədəfləri İranı zəiflətmək, onu öz mərzlərinə geri qaytarmaq və təbliğ eləmək bir normal güc. Onların elə bir dərdi yoxdur ki, məsələn, demokrasi gəlsin, insanlar hürriyyətdə yaşasınlar. Təbii olsa, onlar da istiqbal elərlər. Amma olmasa onların o qədər də mənafeyini ilgiləndirmir. İndi o mərhələyə gəlibdir ki, İran vaqəən sıxışıbdır. Nə məntəqədə o qədər dayanaraq bir dostu var, nə Avropada ciddi dostu var və Trump administrasiyonu və Netanyahu'nun administrasiyonu da şədidən bunu ziddinə əməl edir. Nəhayətən İran yavaş-yavaş bu qərara gəlir ki, necə eləyək ki, bir qapı açaq müzakirəyə və biz bir para şərtlərimizi aparaq qabağa, bir imtiyazlar da onlara verək, biz eləyə bilək, ayaq üstə qalaq və bu hökuməti idamə verək. Mənim öz zənnimə buydu ki, Qasım Süleymanı buna müzahim idi. Qasım Süleymanı nə teorik olaraq və nə əməli olaraq bunu onay şirkin qanundaydı. Və bütün sipahı da özünə bu teorinin aparır. Biz eləyə bilirik Amerika ilə çarpışacaq. Əgər yüz-yüzə nəhayəti praksi yavaş-yavaş bir şərait yaransın ki, müzakirə qapısı açılsın və İran geçsin bir normal hökumət əllərində qalsın. Eyni halda Amerika və Qərb dünyası da razı olsun. Eyni halda ki, Çin və Rusiya da buna razıdır. Aydındır. Biz görürük ki, təbiətən Sipahi Pasdarın siz bir söhbətlərinizin birinci bölümündə İranı, Bastan İran, yəni geçmiş İranı ki, bunlar yaşadılar, bunun Pəhləvi verjeni ya Cumhuristani verjenindən söhbət etdiniz. Qasım Süleymanı təbiətən öləndən sonra İran mediasında, yəni hakimiyyət mediasında bunun etkikləri, yəni əldə etdiklərindən və də Cumhuristani mənafesi uğrunda çalışdığından söhbətlər getdi və burada da Cumhuristani'nin teorisyenləri ya doktoryenləri təbiətən
bölgəmizdə və Azərbaycan üzərində Qasım Süleymaninin çalışmaları olmuşdu və onları da axtardılar mediaya. İstərseniz bərabər o bölümü izləyək, ondan sonra sizinlə söhbəti davam edək. Buyurun lütfen. من یه مثال خیلی روشنش رو بدم. شما در خصوص ارمنستان نگاه کنید. یه حاله‌ای هست بین جمهوری نخجوان و جمهوری آذربایجان. یه طرح این بود که منطقه قره باغ اینا رو به جمهوری آذربایجان منضم بکنن و اینجا متصل بشه. به ارمنستان منضم بکنن و اینجا متصل بشه. با اینکه شاید از نظر به اصطلاح صورتبندی مسئله به نفع جمهوری اسلامی بود، اما چون پشتش توطئه‌ای بود تحت عنوان استراتژی اتحاد واژگون هر گونه تجزیه رو برنمی‌تابید. حالا ممکنه بگید چی بود؟ مهمترین مسئله چی بود؟ یک قومیت پانتورگیز بعد از این تو منطقه شکل می‌گرفت و معادلات رو به شکل دیگری رقم می‌زد. این گونه وحدت خواهی استراتژیک و اعتقادی چیزی بود که ایشون مانع از این وجود که اتفاق بیفته و به شکل زنجیروار اگر در عراق پیاده Bəli, burada bəlkə bir çox izləyicilərimiz farsça bilmədiyi üçün mən bir özət verim çevirmənlə. Burada deyir ki, təbiətən bu İran Sipahi Pasdaranın danışmanları, müşavirlərindən birisidir və burada Qasım Süleymaninin Azərbaycan üzərinə deyir ki, əgər Azərbaycanda, yəni Ermənistanla Azərbaycan arasında bir sorun çıxmasaydı, Qarabağ adında bir sorun çıxmasaydı, burada Azərbaycanın güclənməsi və sözdə panturkizmin daha cibhəsinin güclənməsinə nədən olacaqdı. Onun üçün Qasım Süleymaninin burada girişi və təbiətən Birləşmiş Qarabağda nə oldu və nə faciələr gəldi. Sayın Taymaz bəy Urmulu, burada İranın demək olar ki, sizin dediyiniz kimi İranın ikinci şəxsi Qasım Süleymanın Azərbaycanda həm xarici siyasət, həm iç siyasət, yəni bu adamın proqramlarından, önəmli proqramlarından biri Azərbaycan adlı keçir. Bunu necə dəyərləndirmək olar? Baxın, bunu təhcə Qasım Süleymanın öhdəsinə salmaq məncə yanlışdır. Çünki İran bir sistemdir. O sistemin içində doğrudur ki, insanların etkisi fərqlidir. Məsələn, A şəxs B şəxsdən daha etkin, daha nüfuzlu ola bilər ki, Qasım Süleymanı bu ən nüfuzlu olanlardan biridir və keçən illərdə get-gedə bunun nüfuzu çoxaldı. Yəni, məsələn, 20 il bundan qabaq, 25 il bundan qabaq bu 92 olayları Azərbaycan-Ermənistan savaşında Qasım Süleymanı bu qədər güclü deyildi ki, bugün o qədər güclüdür. O gün elə o paniranis məfkurəsi idi ki, o əməliyyat edirdi. Azərbaycan irtibatında bunlar neçə qanatdan əməliyyat elədilər. Biri budur ki, müstəqim olaraq Ermənistan dövlətinə köməklik elədilər. Olan ordusunun paltarın, yiyəcəyin, yanacağın, benzinin filanın verdilər. Bəlkə pul verdilər, bəlkə müstişarı köməklik elədilər ki, hətmən bu Sipahi Qudsun təhriqi ilə oldu. Bir də ki, iki tərəfli bir oyun oynadılar. Məsələn, o zamanlar eyni halda Əraq-İran savaşı idi da və orada Kürdlər də İrana köməklik edirlər. O Kürdləri də neçə səfər eynən elə Qarabağda olan kimi Əraq dövləti vurdu töhdəşiyə. Ancaq çox fərqli İran hökuməti Azərbaycan avarələri ilə və Əraq-Kürd avarələri ilə bərxurd elərdi. Eyni zaman, məsələn, biz gördük ki, Əraq Kürdlərini gətirdi, Urmiyədən rədd elədi, gətirdi Təbriz, Təssuc mehvərində Salmas şəhəri ilə Təssucun arasında böyük orduqat düzəltdi, onları orada gətirdi. İskan verdi, onların yeməyinə, içməyinə, paltarına, behdaşına yetişdi. Sonra da o təhlükəli zamanlar geçdikdən sonra onları gətirdi Qərbi Azərbaycanda Kürdlər biraz daha çox etkin olduğu bölgələrdə yerləşdirdi və onlara şəhrəklər düzəltdi və onları heç qoymadı gedilər. 300 min civarında Əraq Kürdün sakin elədi. Amma Azərbaycan avarəsinin Qarabağdan gələni heç birinə icazə vermədi ki, nə Piləsuvardan girsin içəriyə, nə Germi tərəfindən girsin içəriyə.
onları mərzin o tərəfində saxladı, heç bir imkan vermədi. Fəqət İranın Hilal Əhməri, Qızıl Ayı onlara bir köməklik elədi. Mən o zaman davtələb olaraq getdim onlara köməkliyə. Bizi qoymadılar oraya. Müntəhən mən Urmiyyənin Hilal Əhmərinin tərifi ilə nəfər tapdım, getdim ona, ordugahlarına. Allah görsətməsin nəfəsdə. Onlara bunun köməkliyi oldu. Bir dənə Varol, bu çıraq idilər ki, nəft ilə dat edildilər. Hər ailəyə bir dənə onlardan verdilər. Biraz tonu mahi bu kənlərdən filanlardan verdilər. Bir iki dənə pətu. Bunların köməklikləri bundan ibarət oldu. Məsələn, 2000-3000 nəfərə də bir götür apardılar. Baxdı ki, məsələn, bunun fərqi var ya yox. Bundan o tərəfə keçmədi. Bir adamı da qoymadılar ki, qapıdan gəlsin. Azərbaycan dövlətinə də heç cürə nizami köməklikdən bizim pasdan çox rahatlığı ilə görürdülər ki, o tərəfdə erməni, müsəlman Azərbaycanlıların kəri yandırır, arvad uşağı öldürür, ölülər, atır. Bunu İran sərbazı oranı görürdü. Azərbaycanlı sərbazı müdaxilə edə bilmirdi, ağlırdı, özünü öldürən də var. Bunların o. Sonralar nə gördülər? Sonralar bunlar Gəncədə, mən Gənə getdim, oranı gördüm. Gəncənin Cavad xanın orada düzəltdiyi hamam və divan meydanı ki, Azərbaycanın dərvaqı orada, Gəncə ustadarlığı da oradadır. Bunlar oranı məqərr qoymuşlar, oradan tələbə tapırdılar, yollurdular İrandan, Məşəddə, Qumda. Bunlar dövrə görürdülər, qayıdırdılar gənə oraya. Bakıda da bu iş gördülər, Nardalanı o cür mərkəz qərar verdilər. Və bir dənə sütunu pəncum, cibhənin dalında da bunlar mərkəz düzəltdilər ki, həm Azərbaycanın vəhdətini, dövlət birliyini pozsun, həm hər ləhsə istədilər orada edə bilsinlər, əhrumu fişar üçün də orada gücləri olsun. Biz gördük Azərbaycanlı yazarın Makarim Şirazi fətva verdi, bıçaqlayaraq öldürdülər. Biz gördük Nardalanda olan faciələri, Gəncədə olan faciələri və bir çox Hizbullah məsələn Azərbaycanı da gördük. Bunlar hamısı da indi də elə mövcuddular. Həm Azərbaycan dövlətinin oradan xəbəri var, həm bizim xəbərimiz var. Həm hər kəs ki biraz siyasi marağı vardı qəziyyəyə, bunları bilir. Bunlar buna da iktif eləmədilər. Cənubi Azərbaycanla da Azərbaycanı məhdud eləmək üçün iqdamatdan başladılar və bunun da bir başçısı Ərdəbilin İmam Cüməsidir, Ağay Amili ki, arada da görürsünüz bir Azərbaycan sevgisi də gedir, bir Qarabağdan da söhbət edir, filan edir. Amma əslində orada nə iş görürlər? Orada bir mərkəz düzəldiblər ki, Azərbaycanın əleyhinə həm siyasi təbliğat edəsinlər və həm əməli dəstək edəsinlər. Bunların bir ayrı qanatları da vardı Təbrizdə. Xatiriniz dostsa Eurovision müsabiqələrində Təbrizdə gəzmələr tökdülər Azərbaycan səfarətini. Hətta Azərbaycan səfarətinə daş da atdılar. Eurovision qoysan, məsələn, qıçaçıq xanımlar gələcəklər, orada oxuyalar. Hamı bunlar, mütabıq bizim tez-tez yadımızdan çıxır məsələlər. Bu Təbrizdə. Eyni hal Təbrizdə neçə dənə də bunlar qəzet çıxardır. İranın Şimalı adında qəzet çıxardılar orada. Vətən qəzetini çıxardılar. 3 dənə, 4 dənə də orada qəzet çıxardılar. Orada da həm bu Fars şubilər və həm Fars İranpərəstlərin həmkarlığı ilə bir dənə də ki, rəsmi sitə düzəldiblər Azəri Hac. Dərvaqə bunların hamısı oradan nəmin olur, teorize olur və oradan eyni necə Keyhani, Tehran qabaqca topxana ateşi tutur, istəyirlər hər müxalifi aradan aparsın, ona bir pərvəndə düzəldir, ona nə olacaqdı, onu deyir, filan kəsi tutun, bu
cəzanı verin və biz onu görürük ki, o adamı tuturlar, o cəzanı verirlər. Azəriha da o cür. Məsələn, filan futbol meydanında filan plakart çıxdı, bunu belə eləyin. Filan kəs İran pərçəmini oxuyur, bunu belə eləyin. Filan kəs terror eləyin. Orada gedir, sonra biz bunları görürük. Məsələn, müxtəlif İndi ad da verməyim ki, bəzi deyə mənim adımı verdim, o deyə mənim adımı vermədim. Müxtəlif bizim milli fəallarımıza əvvəl o Azərihada bir pərvəndə düzəlib, sonra tək-tək bunları tutublar və bunları cəzalandırıb. Elə Azərbaycana o cürdir. Azərbaycan Cumhuriyyəti getmir İranın rəsmi və cəmbi mediasında Bakı Cumhuriyyəti deyirlər. Cumhuri Baku deyirlər, Aran deyirlər. Yəni, bir cumhuriyyət, bir məmləkət ki, Sazman-ı Millətlər kürsüsü var, onu rəsmiyyətlə tanımır. Amma Ermənistan ki, onun içindən çıxıbdır və işğal olubdur, zimni ki, onu rəsmiyyətlə tanıblar, ona çox böyük də siyasi, iqtisadi və insani köməkliklər deyilir. Yəni, bunları göz önünə alaraq, mən bilmirəm necə olar ki, bir adam Şumalın təbəəsi olar, Cənub Azərbaycanın təbəəsi olar və bunlara göz yuma və ya çönə deyək ki, İran bir İslam ölkəsidir, mənəviyyət ölkəsidir və Azərbaycan dövlətidir ki, qasibdir, Azərbaycan dövləti ki, dinsizdir. Təvəccüh buyursunuz. Yəni, bunlar hər tərəfdən bu məfkurənin də əlbəttə ki, Ay Qasım Süleymani bunun bəna edənlərdən biridir. Müntəha siz bunu yaddan çıxartmayın. Bu bu bilinmiş qismətidir. Bilinməmişi budur ki, bütün, məsələn, Asala və erməni terrorist qrupları Lübnanda, Biqa dərəsində, Hizbullahın hakimiyyəti olan bölgədə onlara nizami köməklik edirlər, onlara orada nizami eğitim verirlər. Şah zamanından bu başlanıbdır. Əməl adında təşkilat ki, Çəmran da oradaydı və İmam Musa Sədr onu düzəltmişdi. Şah onların təriqi ilə o köməklikləri o zaman edirdi. Və inqilabdan sonra bunlar Hizbullahın təriqi ilə orada o köməklikləri edirlər. Hətta Biqa dərəsində bir bölgə veriblər, bunlar orada xaşxaş əkirlər, tiyyət düzəldirlər və bu tiyyaki sadir edirlər. Bunda da həm Hizbullahın əli var və həm Asalanın əli var. Bu da bir bilinməyən və ya az bilinən boyutudur bu oyunun. Aydındır. Siz həm keçmişdə və həm bugünkü hakimiyyətdə demək olar ki, xarici siyasətdə Azərbaycana qarşı olan faktorlardan danışdınız. Sualım sizdən belə olacaq. Bugünkü gördüyümüz İranın Suriyədə, Yəməndə, Əfqanistanda və ya hər hansı bir ikinci ölkədə dixaləti olunca təbiətən Fars opozisiyonu qaynaqlı burada etirazlar olur, bunun əleyhinə ki, İranın mənafəsini orada xərcləyirlər və İranın pulunu orada harcayırlar. Bugünə qədər Fars opozisiyonunun İranın Qarabağın haqqında etdiyi, Azərbaycan-Ermənistan savaşı haqqında ya sizin bu saydığınız müəllifələrin haqqında İranın etdikləri hər hansı bir reaksiyası, hər hansı bir baxışı olubdur. Yəni, bugün gördüyümüzdə Qasım Süleymani öldükdən sonra təbiətən bir arşiv çıxırışıya, bir ittilaat çıxırışıya ki, bu adamın ya bunun əlində olan təşkilatın, ya İran hakimiyyətinə bağlı olan bir təşkilatın bəlkə orada bir Xocalı soyqırımı yaşatmaya və ya 1 milyon insanın avara olmasına nədən olur. Bunu biz yansımalarda siz necə dəyərləndirirsiniz? Fars opozisiyonuna İranın dixaləti sonucunda bu işin ortaya çıxmasında bunu siz görür müsünüz bir Fars opozisiyonuna bunu danışmasını? Bilirsiniz ki, Fars opozisyonu da münsəcim və yetişən bir opozisyon deyil. Ancaq bu opozisyonun buna etirazı yoxdur. Görürsünüz ki, Rıza Pəhləvi və səltənətçilər umumən heç cürə reaksiya göstərmədilər Qasım Süleymaninin məsələsinə. Çünki bunlar Qasım Süleymaninin siyasətindən tamamən razıdır. Ki, həm İranda hizbləri var və həm eşikdə fəaliyyət edirlər. Onlar da açıq aydın çıxdılar, Qasım Süleymandan himayət elədilər. İslah tələblər, hökuməti islah tələblər, müxtəlif bölümləri
Mehdi Xəzərdən tutun ta o hərəkəti dəstəkləyir. Hətta məsələn biz gördük ki, Zahidi Şahın sağ əli gəldi, BBC televizyonunun Sərdar İranı ad verdi Qasım Süleymaniyə. Məsud Behnud Xatəmi dövründə ən böyük mediatik islah tərəflərin kozu ki, indi Londonda yaşır və BBC ilə işləyir. O Sərdar Süleymaniyə Sərdar Arif adı verdi. Opozisyon əsasən heç bir müxalifətçi yox idi. Bu məfcurəni və bu əməli təyid edilir. Ancaq onların içində sadəcə bir tip cumhuriyyətçilər buna qarşı çıxırdılar və bir də bir sıra İranın içində olan vətəndaşlar buna qarşı çıxırdılar və şüar verirdilər. Nə Qəzza, nə Lübnan, canən fəda İran. Onlar idilər ki, buna müxalif idilər. Biz hətta o dönəmdə biz gördük ki, adda olan opozisyonçu Amerikadaydı, Kədivər, gəldi cəmaatın gözünə baxa-baxa həmən ləhzəki şüarları verirdilər. Sədai Amerikanın televizyonunda cəmaatın gözünə baxa-baxa dedi ki, yox, onlar o cür demirdilər. Deyirlər, həm Qəzdi, həm Lübnan, canən fəda İran. Mən fikirəm, hamı bunun yadındadır da. Yəni, bu Pərs imperatorluğuna, Fars dilinin egemenliyinə, Fars kültürünün egemenliyinə əl atmaq bu məmləkətə onların etirazı yoxdur. Bir kiçik qrup buna etirazı var idi. Solçular, çəp, ziddi emperyalist opozisyon da bütün İran-Amerika qarşılıqlı əməliyyat aparır, gənə onlar da buna səssiz qalırlar. Bəs İranın mərkəzçi opozisyonunun sadəcə kiçik bir bölümü buna qarşıdır və böyük bölümü həm bu siyasi, xarici siyasi siyasətə qarşılığı yoxdur və həm tamamən içəridə dönük, xüsusən Azərbaycanlılar, Türklər və ərəblərin əleyhinə gedən siyasətə ittifaqı qollar var. Bizim yadımızdan çıxmayıb ki, o Susk olayının təzahüratlarında ən başda gedən opozisyon Əli Rza Nurizadə ki, hər gün təfsiri Sədai Amerikada çıxırdı, barmağın belələri dedi, bu tədqiq tərəflərin cavabını elə bu Azərbaycanlılar verəcəklər, İranlılar verəcəklər və bu cür bizə barmaq salır. Rza Pəhləvini də gördük ki, dedi ki, mən İran məsələsində gəlləm gedərəm, Xameneyinin dalında və bu təcrid tərəflərlə mübarizə edərəm. Bunu açıq aydın həmişə deyiblər. Bu Şurayı Quzərdə də ki, əxirən icad olub Ayı Şəriət Mədarının başçılığında biz gördük ki, mənbic əməliyyatında rəsmi mevqe tutdular, bəyanat verdilər Türkiyə əleyhinə və PKK tərəfinə rəsmi mevqe tutdular. Bu opozisyonun mevqisidir. Heç İran dövləti ilə fərq eləmir. Fəqət bir başqa zatda mən bir məsələni də bir bölüm açaq. Qasım Süleymanı və PKK-nın da moridində bir nöqtə ərz edəcəyim. Aydındır. Mən bəlkə söhbətlərimizdə siz buyurun, mən söhbətimizin son bölümünə, uçaq bölümünə keçəcəyim. Qasım Süleymani və təbiətən erməni qrupların və PKK haqqında siz söhbətinizi davam edin. Mən ən son bölümümüzdə bugün də və indi də bəlkə İran bir çox şəhərlərində olan etirazlarla birlikdə söhbətə davam edəcəm. Siz onu buyurun. Fəqət bunu mən istədim deyəm ki, yaddan çıxmayaq. Qasım Süleymani və Sipar Quds həm Qəndildə PKK-ya köməklik edir, həm Türkiyənin içində və həm ayrı bir cibhə var Türkiyənin içində. Məsələn, Hizbullah Türkiyə var. Hizbullah idi və İstanbul idi. Ki, bu da Türkiyədə yaşayan Cəfəri və hətta bəəks çox qatı sünni müsəlmanlardan təşkil olunmuşdu. Yəni, iki zid qrupdan da bunlar istifadə elədilər.
və Türkiyədə çoxlu terrorlar elədilər. Az cümlə Uğur Mumcunun terroru məlum oldu ki, Qasım Süleymanın əli ilə oldu. Və bunlar bu məhv elədilər. Yəni, müxtəlif cibhələrdə devlətinin əleyhinə əməliyyat PKK-nın da yaralıların gətirdilər Urumiyədə, Xalqani bimarstanında müdavə edirdilər və indiki şirkət Abmivi Mixəkləri yolunda o zaman onlar kəmp eləmişlər onlara və onların nəqahət dövrünü gətirdilər, orada geçirdilər. Ora haraydı? Urmiyədə şəhər sənətinin rubərüsündə. İndi hər şey keçsə orada Karxane Abmivi Mixəki görsə, ora onların o kəmpi idi. Və o hələ biz bilənlər idi. Minlərcə, yüzlərcə də yerlər düzəltmişlər və indi də varlarıdır. Hər vaxt ki, lazımdır istifadə edirlər, gətirirlər. Bizim tərəfdə saxlayırlar, hər vaxt lazım olur, yollurlar, gedir o tərəfə. Bunu da çox dırnaq arası istədim deyəm ki, bu da bizim bəlkə mümkündür bəzi dostlarımız Türkiyədə və ya Şimali Azərbaycanda bunlardan xəbərləri olmayan. Bunlar bir saatlıq, 2 saatlıq qonudurlar ki, bunlara da danışmaq olar gələcəkdə. Müntəha bunlara deyim ki, dostlarımız bir çoxunun ihtilası yoxdur onlarda. Bu da bir dırnaq arasında istədim ki, bir izahat olsun. Sağ olun. Təbiətən Qasım Süleymanı öldükdən sonra 18 janviyə İran daha öncə yəni Independent xəbər ajansının dediyinə görə İran rəsmi olaraq Amerikaya onun Əraqda vurduğu paygahları ya üslərini bildirir, xəbərin verir və bu xəbərdə orayı hər halda vurandan sonra ya bəzi müşəklər oraya dəymədikdən sonra o günüsü İranın bir olan sistemi tədafülüsündən, difasiyyindən bir Ukraynaya gedən bir uçağı düşürdülər. Təbiətən burada sizin də bildiyiniz kimi əvvəldə inkar etmə, yəni danmaq və sonra beynəlmiləli baskı üzərindən və bir çox Amerikanın verdiyi qaynaqlarla, bilgilərin əli ilə bunu üstlənmək və qəbul etməkləri bu yanlışlıqları. Bu günümüzə gəldiyimizdə görürük ki, İranda və indi də bəlkə davam etdirən bir çox etirazlar var. Bunları üst-üstə necə dəyərləndirmək olar? Baxın, indi mənim etiqadıma İran İslam Cumhuriyyəti hər cürə məşruiyyətini əldən verir. Həm zəifləyib eləyə bilmir, iqtisadi cəhətdən xalqı idarə eləsin. Xalqın bir çox böyük qisməti əgər kasıb idi, çox daha kasıb olub. Əgər mütəvəssit qişrə təəlluqu var idi, təbdil olubdu, çox kasıb qismə. Bəzi dövlətlər təbdil olublar qişri mütəvəssitə və genel olaraq həyat standartları normal standartların altına düşüb və çox daha düşməyə idamə verir. Bir də ictimai və şəxsi azadlıqların qısıtlanması söz konusudur. Yəni bir adam eləyə bilmir, istədiyi təfriq eləsin, istədiyi giyimi giysin, istədiyi sözü danışsın, istədiyi kimi davransın. Və bu günbə-gündə azalınca çoxalır. Bu bir məsələ. Bir tərəfdən xaricdən gələn fişarlar, biraz öncə dediyim kimi, İran dövləti səy edir, qayıtsın içəriyə, buna bahanə axtarır, buna bir yol axtarır, neçə il bir bələn yekə-yekə danışıb, bu bir çərxiş ilə eləyə bilmir, buna bir yol tapsın, öz tərəfdarlarını qane eləyə bilmir. Bənabərin buna bir dənə yol istədilər tapsınlar və mənim etiqadımda bunlar səy elədilər, bunların bir qanatları, bir təvafuqa yetişdi, itilatı verdi Amerika və Amerika vurdu. Buna xilaf ki, hamı deyildi, savaş olacaq. Mən orada da həmin dəqiqə, həm 1-2 saat o qəziyyədən sonra bir Azərbaycan televizyonu ilə müsahibəmdə oldu. Orada da dedim, bir savaş olmayacaq, heç bir şey olmayacaq. Bu gedir ki, bu tənişlər azalsın.
həm o muşək atanlarda mən Facebook'umda yazdım və həm ondan sonra da yazmışım. O muşək atmalar da eynən elə bir oyun idi, bir tiyatro kimin idi. Onlara dedilər haratacaq, nə edəcək. Bunlar üçün istədilər o %10, %15 öz tərəfdarları vardılar. Bunların ağzın balasından. O iqtidar puşalı deyirlər. Yalandan iqtidarlarını təbliği olaraq da bunu hifz eləsin. Tehranın havasında clear eləmədilər. Orada təyyarələrə izin verdilər ki, geçsin, gəlsin və hava-peymayı kişvəriyə demədilər ki, havayı trafiki bağla. Çünki bunlar deyirdilər, bəlkə Amerika gəldi, Tehranı vurdu. Orada o qədər təyyarə trafiki ilə, çünki bilirsiniz, Tehranın və ya İranın havası təkcə İrana münhəsir deyil ki, bütün şərq ölkələrinə, Hindistan, Çin, Malezi, o doğrultuda Rusiya havası İranın üstündən gəlir gedir. Və orada yüzlərcə təyyarə İranın havasından və Tehranın havasından geçirdi. Bunlar o muşəkləri atanda o havanı bağlamadılar ki, Amerika təyyarələri gələ bilməsin Tehranın üstünə. Və bu təyyarəni vurmaqları da nə deyə bilirəm ki, səhvidir, nə deyə bilirəm ki, əmdidir. Bunların ikisi də ola bilər. Yəni, şəraiti elə bir mühəyyədə edə bilərdilər ki, öz niruları iştibahən vursunlar. Bundan da istədilər təbliğatı bəhrəbərdarlıq edirlər. Müntəhat üçün hər işi bunlar naqis görürlər. Burada bir istilah işlədirlər. Buhran-ı nakaramədir. Yəni, sən hər işə əl atsan, qırpı gəlirlər. Və İran rejimi də 40 ildə hər iş görüb, amma nəhayətdə o qılpı gəlib ərinə. Bu da o qılpıların biriydi. Zimnoviç böyük bir rusvayçılıq oldu bunlara. Böyük bir dünya qarşısında bunlar məhkum oldular. Eyni halda bunlar bu Qasım Süleymanın 3-4 gün ölümündən o cəvviki yaratmışlar. Arəşi, Kəmanciri doğuran, Sərdarı filan yaratmışlar. Şəhərlərdə o böyüklükdə məsələn nümayişlər aparırdılar, bazarları bağlatmışlar, bir cəvvi qaytarmışlar öz nəflərinə. Birdən bir iştibah ilə, ya bir hadisə ilə və ya bir sanihə ilə o vərəq yenə çöndü. İndi o vərəq çöndü, daha da xalq asi, daha da əsəbani, daha da hırslı o vərəq çöndü. Və bunun altından çıxmağa da bunlar ya gərək böyük bir, daha bir yeni bir böhran yaratsınlar və ya böyük bir imtiyaz versinlər qarşı tərəfə ki, bu məsələni yığışdırsınlar. Siz gördünüz, Aban məsələsində ki, 1500 nəfər də adam öldürdülər. Amerika prezidenti Trump heç bir tweet də vurmadı, heç bir mozecilik eləmədi. Amma biz bu ikinliyində görmüşük ki, 2 dəfə tweet vurub, bir dənə də farsı tweet vurub. Demək ki, şərait çox fərq edir və getdikcə bunların zərərinə gedir qabağa. Nəhayətən, bunlar getdikcə duvar dibinə, o küncə qısılacaqlar və getdikcə qarşı nirular qabağa gələcəklər. Aydındır. Təbiətən, dün xəbərlərdə də oxuduğumuz kimi İngilistanın səfirliyini Tehranda bir neçə saat olaraq tutuqlamaları və bu etirazlara başlanğıcı üzərində Tehrandan universitetlərdən başlaması öğrencilər tərəfindən və bu etirazların gördüyümüz keçən illərdə, bəlkə keçən illərdə bir çox il arası olurdu. Ancaq görürük ki, bu Trump dönəmindən gəldiyindən bəlkə indi sizin də vurguladığınız kimi 3 ay öncə Aban etirazları, 1500 kişinin ölməsi və indi də canlı gördüyünüzdə bugün də İranında bəlkə və Azərbaycanda bir çox şəhərlərdə etirazların getməsi. Bunların sonucunu necə dəyərləndirmək olar? İran dəyişimə doğru getmə, hakimiyyətin sizin dediyiniz kimi o coğrafiya öz sınırına dönməsi və Xameneyinin, Trump'ın Qasımın öldüyündən sonra ona birinci danışığında çox mülayim danışması, söhbət etməsi, o intiqamın soyuqqanlığıyla danışması gələcəkdə İranın siyasi durumunda nələr dəyişilə bilər? Mən üçün İran opozisyonunda bir qabiliyyət görmürəm. Çox mütəşəddid nirular və şədidən fasid nirular.
xarici dövlətlərə vabəstə idilər. Çi şahpərəst ola, çi cumhuri xah ola, çi pan-İranistin açıq aydın cibhələri ola. Bunlar hamısı ya məsələn mücahidini xəlq, həm fasiddirlər və həm İran dövləti qədər qəddar. Ona görə həqiqətdə məsələn millətin də o qədər bunlara etimadı yoxdur. Qeyri-fars millətlərin heç etimadı yoxdur. Mərkəzçi və fars millətində gənə etimadı bunlara azdır. Biz dünən gördük ki, siz də gördünüz, videolarını da gördük ki, Tehranda çıxdılar, dedilər ki, nə şah, nə şeyx, mərcbər sitəmgər. Ən azından millətin bir qismi bu oppozisyonun və xarici dövlətlərin buna verdiyi dəstəyi və bu qədər pul xərclədiyi, bunlara bu qədər güclü medialar düzəltməyi, Mənitosundan, İrandan, Internationalından, BBC-sindən, Sədai Amerikasından, İranı Fərdasından tutun, 40 küsur Los Angeles'te olan televizyonların bütün təbliğatlarını millət əli ilə vurdu bir kənara və dedi, biz sizin heç birinizi istəmirik. Özəlliklə bu şüarı öğrenciler tərəfindən ortaya qoyulması... O öğrenciler değildilər. Bunlar elə xalq idilər. Xiyabanda, Hafız xiyabanında bu deyilmişdi. Və böyük bir kitləydi, böyük bir cəmiyyət idi ki, İran International büyük onu məcbur oldu ki, inikas verdi. Yəni belə bir şeye inikas verməzdi. O televizyonlardan da görsəş xəbəri yoxdur. Amma İran International bunu görsətdi, dəyərləndi, tweetində də yazdı. Bu çox önemli bir məsələ. İrançı oppozisyonun qüdrəti yoxdur. Mütəəssifanə, məsələn, Azərbaycanın da milli hərəkətdə də o insicam və qüdrət hələli əqələn bu günə kimi o qədər yoxdur. Ərəblər də o cürdülər. Zaten kiçik bir gücdülər. Kürdlər də o istiqlalların əldən veriblər. Çünki Kürd təşkilatlar, məsələn, Demokrat ya Komələ, həm Pompeo bir bəxşnamə sadir elədi ki, bunlar ilə teröristlər əslən görüşməyin, heç kəsə dövlət səviyyəsinin icazəsi yoxdur bunlarla görüşə. Və çün o tərəfdən PJAK və PKK indi fəal mayeşadı Kürdlərin içində, ona görə qüdrətləri yoxdur. O tərəfdən, məsələn, Bəluçlar da çox kiçik bir cəmiyyətdirlər. Demək olur ki, bəs həm İranın mərkəzçi oppozisyonunda o insicam yoxdur və o qüdrət yoxdur və edə bilmir və qeyri-fars millətlərdə də ayrı məhsulat var. Bənabərin mənim şəxsi etiqadım budur ki, məsələn, mən əgər olsam prezident Amerikada, baxaram deyərəm ki, bunlar getdilər, bunun yerinə kim gələcəkdir ki, məntəqənin əmniyyəti əldən getməyə, ikinci Suriyə icad olmaya, onun içindən 10 dənə daha daiş çıxmaya. Bənabərin böyük dövlətlər, Amerikası ola, Avropası ola, İran dövləti ilə bir növ müsaləhəyə fikir edirlər. Bunu çoxdandan da deyiblər, həmişə də bunu da deyib. Amma bu İran yox. İran ki, zəifdir, əli mərzlərindən eşiyə çıxa bilmir, öz millətini də öldürə bilmir. Ta bir dənə, bir dövrani quzər icad ola, yəni bir praksi zaman icad oluna, bu dövlət zəifliyə, bunun içindən bir demokratik bir şey çıxa və ya qərb tərəfdarı bir şey çıxa. O tərəfin düşüncəsidir. Və mən bütün əməliyyat, bütün siyasi prosəni bunun təhdində görürəm. Bir-iki ildə bunu mən deyirəm. Bəzi bizim dostlarımız ehsası bərxud edir. Biz analistçiyik. Mən propaganda və ya siyasi arzularımı burada bəyan eləmirəm. Mən o təhlilimi gördüyüm şeyi bəyan edirəm. Mən fikir edirəm ki, bu prosə indi 1 ilin, 2 ilin ərzində yerinə yetişəcəkdir. Məcburdurlar, müzakirə edəcəklər, təslim olacaqlar. Bir şərait yaranacaqdır ki, zamanın içində bunlar tamamən getməli olacaqlar, yeni bir administration gələcəkdir. O sürətin içindədir ki, biz Türk Azərbaycanlı olaraq və İran türkləri də bizə dəstək olaraq və qeyri-fars millətlərin köməkliyi ilə bəlkə bir daha demokratik,
daha bir şərait yaranar. O da olmasa o zamandır ki biz bəlkə bir güclər, köməklər də tapa bilir. Öz qayəmiz və öz arzumuzu bir çox millətimizin, çox milli fəalların arzusu budur ki, bir cumhuriyyət yarana, bir müstəqil dövlət ola, ya da o da olmasa bir federal dövlət qurula, o doğrultuda biz işləyirik. O da o zamanın içində olar. İndi bu dəqiqə İranın bu qüdrət nizamısı ilə, bu sistemi ilə, bu opozisyonun fasadı ilə bizi qoymayacaqlar, bizdə də o güc yox. Amma biz bunu eləyə bilmərik. Mən mütəqidəm ki, biz bu işi görə bilmirik. Əgər ki, siyasi dirayətimiz olar, siyasi arzımız, istəyimiz olar və özümüzdən keçək. Öz rahatımızdan keçə bilsək, bu işi görə biləcək. Mən buna da xoşbinəm. Amma bu bir zaman içində olacaq. Aydındır. Çox sağ olun. Bizə təşəkkür edirik ki, bizə zaman ayırdığınız üçün. Son söhbətlərinizi alaq. Mən təşəkkür edirəm. Çox sağ olun ki, bu fürsəti verdiniz. Bəlkə ayrı zamanlar, ayrı məsələlər danışaq. Mən zehnimə gəlir ki, yəni proqram bundan çox olsa dostlarımız da darıxarlar. Bir başqa zaman, başqa mövzuatı və ya bu mövzunun idaməsində sonra danışalım. Çox təşəkkür edirəm. Salamlaşıram burada yenə yenidən. Çox sağ olun. Dəyərli izləyicilər, bugünkü proqramımız da sona erdi. Bir daha İranın keçən həftə və bu neçə günlərdə olduğu olayları söhbət etdik. Xatırlamam lazım ki, bu proqram canlı yayın olaraq sosial media üzərindən yayınlanır və sizdən istəyimiz budur ki, bunun paylaşmaqla bizə dəstək olarsınız. Bir daha görüşəcək, gələn həftəyə görüşəcək. Sizi sağ və səlamət qalın.